Salam, hər vaxtınız xeyir olsun. Əziz şahidlərimiz, 6-cı siniflərin monitorinq imtahanına dəstək üçün yekun monitorinq 5 riyaziyyat suallarının izahlarına baxırıq. İlk sualımız belədir. A və B ədədlərinin ortaq sadə vurğularının hasili. Qısaca bu, əbobu ifadə edir. Əbob 15-ə bərabərdir. Əkobun qiyməti 360-dır. Bu ədədlərin ortaq olmayan, yəni C, sadə vurğuların hasilini tapın deyir. C-ni tapa bilmək üçün 360-ı 15'ə bölmək lazımdır. Doğru cavabımız 24 A variantı. Tənliyi həll edin deyir. Deməli, ilk növbədə 4'ü sağa keçirməliyik. 4 ilə 5 toplasaq edəcək 9, sonra bölmə olduğuna görə 9 9'a vurur, olur 81. Deməli, bizim ifadəmiz necədir? 96 minus 3 vurulsun mötərəz daxilində. 2-ni x-a vururuq, 3x-a vururuq. 6x üzərinə 2 gəlirik. 6x üzərinə gəlsin. 2, 2-dən 27 çıxsa minus 25. Bərabər 81. Sonra nə edirik? 96-dan 81 çıxırıq. 15 qalır. 15'i 3'ə. Gördüyünüz 3 ilə ixtisar aparırıq. 5 qalır. Deməli 6x minus 25 5'ə bərabərdir. 25 sağa keçirsə doğru cavabımız 30. 6x'in qiyməti 30 olduğu halda x'in qiyməti isə bizə verəcək 30 bölünsün 6, yəni doğru cavab 5. B variantı. 28'də AB CD-yə paraleldir. Deməli, bu xəttlər bir-birinə paraleldirsə, o zaman bucaq E-nin qiyməti elə bucaq A-nın qiymətinə bərabər olacaq. Çünki daxili çarpaz bucaqlardır və doğru cavabımız B variantı. Azalan çıxılan fərqin cəmi A plus B plus C ifadəsinin cəmi 180'ə bərabərdir. Sözsüz ki, burada A-nın qiyməti B ilə C-nin cəminə bərabərdir. Ona görə İki ifadənin qiymətini taparkən elə A plus B, daha doğrusu B plus C ifadəsinin yerinə A yazsaq, A-nın qiyməti olacaq 180 bölü 2, yəni 90. Fərq azalanın. Azalan yəni 90'ın 20%-nə bərabərdir. 90'ın 20%-ni tapanda 90'ı 20'yə vuraraq 100'ə bölmək lazımdır. Doğru cavabımız 18. Bizdən çıxılanı tapmaq istəyir. Çıxılanın qiyməti elə bayaq qeyd edilir ki, B ilə C-nin cəmi A-ya bərabərdir. Deməli, B-nin qiyməti 90 minus olacaq 18. Doğru cavab 72. C variantı. Satçı 3 kiloqramın 12 manata aldığı meyvənin, deməli, 3 kiloqramın 12 manata alır, 6 kiloqramın 30 manata satır. Aha. Deməli, 3 kiloqramın 12 manata alırsa, deməli 1 kiloqramın 4 manata alıb. 6 kiloqramın 30 manata satırsa, deməli 1 kiloqramın 5 manata satır. Bizim edəcəyimiz nədir? Deməli, o satışdan neçə faiz gəlir əldə edib. Satışdan əldə olunan gəliri hesablamaq üçün ara fərqini, yəni 5'dən 4 çıxaraq alınan cavabı sürətdə yazmaq, ilk qiyməti məxrəcdə yazmaq, alınan ifadəni 100'ə vurmaq lazımdır. Doğru cavabımız 25%. Bərabərsizliyində işarənin yerinə yazılacaq ən kiçik tam ədəd hansıdır? -14'dən böyük ən kiçik tam ədədi axtarmalıyıq. Bu da bizə -13 D variantını verir. OX oxuna nəzərən 3-6 nöqtəsinə simmetrik olan. Dedik ki, OX oxu olanda x'in qiyməti, yəni 3 olduğu kimi qalır. İkinci, 6 isə əksinə dəyişir, yəni B variantı. İfadəsini hesablayın. -4'ün modulu müsbət 4, müsbət 3'ün modulu müsbət 3. Bunları toplasaq doğru cavabımız 7, yəni D variantı. Silindirin həcmini tapın. Silindirin həcminin üstürü pi kvadrat h. Pi'nin qiymətini 3 verib, radiusu 5 verib, kvadratı 25 edir. Hündürlüyün qiyməti 8'dir. Deməli, 3'ü 8'ə vursa 24, 24'ü 25'ə vursa 600, yəni D variantı. Mərkəzləri A və B nöqtələrində olan çevrələr bir-birinə xaricdən toxunur. AB-nin qiyməti, yəni böyük məsafə 32'dir. AC-nin qiyməti 12, BC-nin qiymətini soruşur. 32'dən 12'ni çıxmaq lazımdır. Doğru cavabımız B variantı. Şəkil 8 bərabər hissəyə bölünüb, rənglənmiş hissənin yarıma bərabər olması üçün şəklin əlavə olaraq hansı hissəsi rənglənməlidir? 8 hissəyə bölünüb, ikisi rənglənir, deməli daha ikisi rənglənməlidir ki, yarısı olsun. Bu da 8'də 2 edir. 8'də 2'ni sadələşdirsək doğru cavabımız 4'də 1. Düzcalı paralelepipedin eni 3, uzunluğu 5, hündürlüyü 4. Onun bütün tillərinin uzunluqları cəmini tapın. Hər bir müxtəlif tildən 4 sayda var, deməli, hər birinin cəmini tapıb 4'ə vurmaq lazımdır. 3, 5, bir də 4. 12'ni 4'ə vursaq 48, doğru cavabımız D variantı.
A çoxluğu 1-dən 24-ə qədər olan tək ədədlər, B çoxluğu 1-dən 24-ə qədər olan 4-ə bölünən ədədlər, birləşməsini tapın. Birləşməsi burada verilən variantların heç birinə uyğun deyil. Çünki 1-dən 24-ə qədər olan tək ədədləri qeyd eləsək, 1-dən başlayıb 23-ə qədər davam edir. Digəri 1-dən 24-ə qədər 4-ə bölünən ədədləri qeyd eləsək, 4 ilə başlayıb 8, 12, 16, 20 ilə davam edir. Yəni bunların birləşməsi aşağıdakı verilən variantların heç birində qeyd olunmayıb. 39-cu sualda 4 səhv 1 düzə aparır. Həmin imtahanda iştirak edən şagird 76 sual yazdı və 51 bal topladı. Bu şagird neçə suala cavab verib? Daha doğrusu neçə suala səhv cavab verib? Bir doğru sual 1 baldır. Deməli, ümumi 76 dənə sual yazıb. 76 dənə sualdan deməli, nedir? 76-dan çıxaq. 4 səhv sual 1 düzə aparır. Deməli, səhv sualların sayını x sayda götürsək, bunları deməli 4-ə vuraraq 4x fərqini yazaraq, sonra 51 bal topladı. Hər biri 1 bal olduğuna görə nedir? 51-in üzərinə gəlirik. Deməli, qeyd etdiyimiz hər səhv sual 4-də 1, daha doğrusu 4 səhv 1 düz aparırsa, 1 səhv 4-də 1 düz aparır. Bunu həll etmək üçün nə etmək lazımdır? Daha doğrusu 76-dan biz səhvlərin sadəcə sayını çıxaq. Çünki səhvlərin sayını çıxaq, ümumi düzlərin sayını almış oluruq. Bu düzlərin sayı da bizə verəcək 51-in üzərinə gəlsin. 4 səhv 1 düz aparırsa, deməli, səhv 0,25 x ilə ifadə olunacaq. Deməli, bu ifadəni sadələşdirsək, buradan x-in qiymətini tapa bilərik. X ilə 0,25 toplasa 1,25 x edir. 76-dan 51 çıxsaq 25. X-in qiymətini tapanda 25-i bölürük 1,25-ə. Olacaq, deməli, 2500 bölünsün 125. Bu da doğru cavab 20-dir. C variantı. Növbəti. Şəkildə ortaq hissəyə malik və ölçüləri 8, 10, digəri 12, 9 olan düzbucaqlar təsvir edilib. Açıq boz rəngli hissənin sahəsi 93. Əvvəlcə gəlin birinci böyük fiqurun sahəsini tapaq. 12-ni 9-a vursaq eləyəcək 108. 108 böyüyünün sahəsidir, amma 93 rənglənmiş hissənin sahəsi olaraq verilir. Deməli, 108-dən 90-a tutsaq 15 kəsişmə olan hissədir. Sonra nə istəyir? 8-i 10-a vuraraq aşağıdakı tür rənglənmiş hissənin sahəsini tapsaq 80-dir. Bu 80-nin də geridə qalan hissəsini istəyir. Deməli, 80-dən də 15-i çıxmalıyıq. Doğru cavabımız 65. AB parçası 5 bərabər hissəyə bölünür. PB-nin uzunluğu diqqət edək. 1, 2, 3, 4. 4-ü ifadə edir. AP-nin uzunluğu isə 1-i ifadə edir. 4-ü 1-ə bölsə doğru cavabımız 4, yəni C variantı. İti bucağı 60 dərəcə olan romb 60 dərəcə. Deməli, kiçik diaqonalı 6 verir bizə. Bilir ki, rombun tərəfləri bərabərdir, yəni bərabər yanlıdır. Bu zaman təpə bucağı 160 olduğuna görə 180-dən 60 çıxıb 2-yə bölsək, hər bir digər iti bucaqlarda 60-60 olur. Yəni, qısaca bu bərabər tərəfli 3 bucağı verir. Bərabər tərəfli 3 bucaqda da hər bir tərəf eyni olmalıdır. Rombun tərəfi artıq 6-dır. Perimetrini tapsaq 4-ə vurmalıyıq. 4 6-nın 24 B variantı. Sinifdəki qızların sayı bütün şagirdlərin sayından 6 dəfə azdır. Nə etmək lazımdır? Deməli, ümumi qızların sayını x götürsək, sinifdəki ümumi uşaqların sayı 6x olacaq. Deməli, bu qızların sayı, bu ümumi. Olanların sayını tapanda isə 6x-dan x çıxırıq, yəni 5x. Bizdən tələb olunan nədir? Sinifdəki bütün şagirdlərin sayı sinifdəki oğlanların sayında neçə dəfə çoxdur. Yəni 6 onda 5x-i 5x-i 6x-i 6x-i 5x-a bölmək lazımdır. X-lar x-lar gedir. 6-nı 5-ə bölsək 1,2 C variantı. Tənliyini həll edin deyir. Çarpaz vuraraq həll etmək lazımdır. Əvvəlcə gəlin 6 ilə 8-i sadələşdirək. 2 ixtisar aparsaq 3 qalır, aşağıda 4 qalır. Deməli, 3-ü vururuq
3x-a 9x edir. Üzərinə əlavə edirik. 6 üçün 18. 4-ü 2x-a vursaq 8x. 4-ü 1-ə vursaq 4. 9x-dan 8x çıxsaq x qalır. 18-dən, daha doğrusu 4-dən 18 çıxsa mənfi 14. C variantı. Hər sonraki ədəd əvvəlkindən 1,2 dəfə böyük olan. Deməli, birincini x götürsək, ikinci ədədimiz olacaq. 1,2-ni adi kəsirə çevirsək 3-də 5. 3-də 5 x. Sonra bunların cəmini tapmalıyıq. Və üçüncü də bundan da, ikincidən də 3-də 5 dəfə böyük olanda hasilini tapırıq 9-da 25 edir. X bərabər olacaq 196-ya. Sadələşdirə bilmək üçün məxrəcin əkobunu tapırıq. Birincinin əkobu deməli 1 kimi götürsək sürət də 1-dir. Qısaca 1, 3, 9-un əkobu 9, 9-u bölürük 1-ə eləyəcək 9 dəfə. Sonra ikinciyə bölsək eləyəcək 3 dəfə. Üçüncüyə bölsək eləyəcək 1 dəfə. Deməli, 9-a vursaq, nəticədə nə alırıq? Olacaq 9x, 9 3, 5, 15x, sonra 25x bərabərdir 196 vurulsun 9. Toplasaq, 25, 15, 49x bərabərdir 196 vurulsun 9-a. 196-nı bölsək 49-a 4, 9-a vursaq doğru cavabımız 36. Bizdən tələb etdiyi ən böyük ədədi tapın. Ən böyük ədədi tapanda sözsüz ki, x-in özü ən böyük ədəd olacaq. Doğru cavabımız 36 edir. Növbəti 47-ci sualda deməli ifadəni digər ifadəyə bölüb natam qismət A-dır, qalıq B-dir. A ilə B-nin hasilini soruşur. Yəni ixtiyari bir ədəd götürək, tutaq ki 1205 ədədini bölək 12-yə. Doğru cavabımız necə edəcək? 100 edir, qalıq 5 edir. Qısaca bu ifadəni, birinci ifadəni ikinci ifadəyə böləndə alınan natam qismət elə 100-ə bərabərdir. Yəni bütün bu tipli ifadələrdə misalları sadələşdirib göstərmək olar ki, hər birində yekunda cavab belə bir ifadə alınır. Yəni böldükdə natam qismət 100 alınır, qalıq isə sonda yazılan ədəd. Yəni burada B olaraq qeyd eləyək. B-nin qiyməti 5-ə bərabərdir. 100 ilə 5-in hasili bizə verəcək doğru cavab 500. 55 yaşlı qadının yaşları, daha doğrusu uşaqları 11, 13, 15 yaşındadır. Neçə il sonra uşaqların yaşları cəmi ananın yaşına bərabər olar. Hər birinin üzərinə eyni yaşı əlavə etsək, 3x plus 11, 13, 15 toplasaq, deməli 39. Bunların cəmi 55-ə bərabər, 3x-in qiyməti bərabər olacaq. 55-dən 39 çıxsaq, 16. Diqqət edək bir də. Neçə il sonra uşaqların yaşları cəmi ananın yaşına bərabər. Burada ananın da yaşı artmalıdır. Bunu da nəzərə alaq. Üzərinə x əlavə edək. Sonra 3x-dan 2x çıxanda 2x qalacaq. 55-dən 39 çıxırıq 16 edir. X-in qiyməti 8. Deməli 8 ildən sonra artıq uşaqların yaşı olacaq 39 plus 8 vur 3, yəni 24 eləyəcək 50, 63. 8-in üzərinə 55 gələndə olacaq 63. Yəni doğru cavabımız 8 olur. Şəklə əsasən x-in qiymətini tapın. 2 çevrə daxilində 2 vətər kəsişirsə, deməli mütənasib parçalar əmələ gəlir. 4-ü 24-ə vururuq. Alınan cavab bərabər olmalıdır 6 vur x-a. X-in qiyməti olacaq 16. Aralarındakı məsafə 640 km olan iki məntəqədən birinin sürəti 90, digərinin sürəti 70 olan iki avtomobil eyni zamanda qarşı-qarşıya yola çıxdı. Neçə saatdan sonra bu avtomobillər görüşər? Nə etmək lazımdır? Deməli, əvvəlcə 70 ilə 90-ı toplayırıq, edir 160. Zamana vursa, yəni 160x bərabər 640 olmalıdır. X-in qiymətini tapsa, doğru cavabımız 4. Yəni, doğru cavab 4 olur. Hər bir şahidi uğurlar deyirik. İnşallah növbəti izahlarda görüşənə qədər.